Yaydır və biz isti havalarda sərinləşdirici içkilər axtarışındayıq. Çaydan imtina edə bilməyib, amma isti qarşısında aciz qalanlara alternativ təklifim var. Gəlin birlikdə soyuq çay hazırlayıb sevimli içkimizdən yayda da zövq alaq. Mənim ən sevdiyim çayın yaşıl növüdür. Ona görə də yay sayağı çayım da yaşıl çaydan hazırlanacaq. Amma bu dəfə Butam çayının qərənfilli yaşıl çayını test edəcəm. Çünki bu, ürək və bədən tonusu üçün ideal cütlükdür. Məsələyə tam ciddi yanaşsaq, nəzərə almalıyıq ki, mütəxəssislər qeyd edirlər ki, soyuq çayın tərkibi digər çaylara nisbətən mikroelementlərlə, yəni maqni, kalsi, sink, natri ilə daha zəngindir. Əvvəlcədən adi qaydada yaşıl çay dəmləyirik. Ancaq bir qədər tünd. Niyə? Çünki çaya buz əlavə edəcəyik. Adi su əvəzinə dəmlənmiş çaya mineral su da əlavə edə bilərik. Çayın soyumasını gözləyirik. Diqqət etdinizsə, mən Butam çayından istifadə edirəm. Bu çayın xam malı Astara və Seylondan gətirilir və düz 28 çay çeşidi var. Təsəvvür edirsiniz, nə qədər çeşiddə yay üçün soyuq çay dəmləmək olar. Daha sonra çaya 2 çay qaşığı bal əlavə edirik. İstəyən şəkər tozu qata bilər. Daha sonra limon dilimlərini də içərisində dondurduğum buz parçalarını çaya əlavə edirəm. Bu buzun tərkibində limon suyu da var. Amma apelsin suyu ilə də limon suyunu əvəz etmək olar. Nanə ilə içkimizi bəzəyib sərinlənmək və enerjisini bərpa etmək istəyənlərə servis edirik. Son olaraq onu da qeyd edim ki, bu cür çay satışda olan energetik içkiləri layiqincə əvəz edə bilir.